Riya barəsində dini mətnlərimizdə deyilir ki, riya etmək gizli şirkdir. Riya nədir? İnsan məsələn ibadət məsələlərini yerinə yetirir və insan başqalarına yaxşılıq eləyir. Məqsədi şöhrət tapmaqdır. Məqsədi özünü insanlara göstərməkdir. Riya budur. Çünki Allaha xatir olmalıdır. Quran-ı Kərim buyurur ki, insanlara əmr olunan budur ki, dini Allaha xalis olaraq ibadət etsinlər. Din Allaha xalis olmalıdır, saf olmalıdır. Dində hər hansı bir maraq olmamalıdır. Dində kiminsə din məsələlərində şəxsi marağı oldu, şirkdir, qarışdırıbdır. Allah bizdən xalis istəyir dini. Riya gizli şirkdir. Amma biz riyakara müşrik demirik. Riyakara müşrik deyilməz. İndi gələk günah məsələsinə. İnsan günah eləyir. Günah da bir növ şirkdir. Nə cür şirkdir? Çünki insana əmr olunub Allaha itaat eləsin. İnsan Allahın itaətindən çıxır, iblisə, şeytana itaat eləyir. İtaətdə şeytana Allaha şərik eləyir. Nəfsinə itaat eləyir, nəfsini Allahın itaətinə şərik eləyir. Ortaqlıq eləyir. Bu da bir şirkdir. İndi ayə bizə deyir ki, zülm şirkdir, böyük şirkdir. Bu təkcə elə zahiri şirkdən getmir, bütün mənalarında şirkdir. Quran bizə deyir ki, Allah buyurur ki, la yenəl əhdiyəz zalimin. Mənim əhdim zalimlərə çatmaz. Zalimlər yəni imam ola bilməz. Zalimlərdən məqsəd deməli eyni zamanda mütləq mənada müşriklərdir, günahkarlardır, şirkin bütün çalarlarıdır ki, günah da bura daxildir. Və burada diqqət etsə ərəb dilinin müəyyən incəlikləri var ki, burada indi huzurda onu demək ehtiyac duymuram. Sadəcə birini nəzərinizə çatdırım ki, əz-zalimin deyilir ki, bu feili sifətdir, cəmşi halındadır. Cəm halında da əlif-lam artikli ilə işlənib. Bu mütləqlik bildirir. Yəni mütləq mənada zalimlər imam ola bilməz. Müşrik imam ola bilməz. Həyatında bir anlıq şirki varsa imam ola bilməz. Günah eləyibsə yenə o da imam ola bilməz. Deməli buradan nəticə çıxarırıq ki, məsum imam ola bilər. Allah deyəndə ki, İbrahim peyğəmbərin istəyi müqamində ki, qalə və min zurriyyəti İbrahim dedi, ilahi mənim nəslimdən də imam seç. Allah buyurdu, la yenəl əhdiyəz zalimin, mənim bu əhdim zalimlərə çatmaz. Yəni həyatında şirk eləyən, günah eləyən birisi imam ola bilməz. Demək imam məsum olmalıdır. Bu ayədən əldə etdiyimiz bu nöqtələrdir, bu xüsusiyyətlərdir ki, biz heç bir hədisə, rəvayətə istinad etmədən elə düşünürük və ayədən bu nöqtələr çıxır. Bunun üçün sağlam düşünmək lazımdır və insafla düşünmək lazımdır. Ki, qiyamət günündə Allah Teala buyurur ki, sənin bu qulağın da, gözün də, dilin də məsuldur. Sən məsuliyyət daşıyırsan. İnsan əqidəsindən məsuliyyət daşıyır. Körtəbi şəkildə əqidə olmaz.